Biz bugün yine Seyit Kışlak kendinde şehidimiz Zeynal Esed'in valideynlerinin evindeyiz. Ve neçə vaxtdır mən çalışıram ki, bizim milli qəhrəman atası adlı fəxri diplomumuzla demək Ərzuman qardaşımızı təltif edək. Çox şükür ki, o arzuya çatdıq və bugün də mən Ərzuman qardaşımla üzbəüz oturmuşam. Mən istəyirəm ki, müstəqil Azərbaycan dövlətinin memarı Ulu Öndər Heydər Əliyevin bizə miras qoyduğu müstəqil Azərbaycan torpağı, Azərbaycanın torpağı uğrunda öz övladını sevə-sevə şəhid verən Zeynalov Ərzumanı Qanun və Qələm qəzeti redaksiyasından adından milli qəhrəman atası fəxri diplomu ilə təltif edeyim. Buyur qardaş, bu sənə halaldır, ora tut. Həqiqətən sən buna layiq bir atasan, siz buna layiq bir anasız və belə tutun, biraz beri gəlin. Allah şəhidimizə rəhmət eləsin, Allah sizə onun torpağı sana ömür versin. Bir daha təbrik edirəm. Çok sağ olun. Teşekkür ederim. Sağ olun, var olun.